Salam uşaqlar, eyniköklü sözlərin ən rahat və ən asan izahını paylaşıram. Bu videodan sonra inanıram ki, artıq heç kimin bununla bağlı problemi olmayacaq. Eyniköklü sözlər adından da göründüyü kimi kökü eyni məna verən düzəltmə sözlərdir. Eyniköklü sözlə bağlı bu iki qaydanı mütləq nəzərimizdə saxlasaq və testlərdə onu tətbiq eləsək, bizim eyniköklü söz tapmaqla bağlı bir çətinliyimiz olmayacaq. İlk bizə lazım olan nədir? Kökləri eyni məna verməlidir. Eyni məna verirsə, deməli, həm də eyni nitq hissəsi olacaq və mütləq düzəltmə sözləri olmalıdır. Yəni, mütləq bir dənə də belə olsa, burada leksik şəkilçi olmalıdır. Deməli, quruluşda sadə və mürəkkəb sözlər eyniköklü ola bilməyəcəkdir. Qeyd elədiyimiz kimi, birinci, ən azı bir leksik şəkilçi olmalıdır, amma eyniköklü sözlərin tərkibində təbii ki, qrammatik şəkilçi ola bilər. Nədən sonra? Bir leksikdən sonra olmalıdır. 2, 3, daha çox da leksik ola bilər təbii ki, amma ən azı deyirik bir leksik olmalıdır. Amma tərkibində heç qrammatik olmamalıdır desək, bu yanlışdır. Yəni, burada bizə verilən gülçü, güllük və güllükdə sözlərində. Bəli, hər üçünün kökü gül, çiçək ismidir. Eyni məna verir, eyni nitq hissəsidir və hər üçündə də leksik şəkilçi var. Deməli, bu sözlər eyni köklüdür. Amma gülçü, güllük sözü ilə yanaşı bizə gülüş sözü verilsəydi, biz bu sözü eyniköklü götürə bilməyəcəkdik. Çünki gülçü sözünün kökü gül ismidir, güllük sözünün kökü də gül ismidir. Gülüş sözünün kökü isə gülmək feilidir. Ona görə bu digərlərindən eyniköklü ola bilmir. Nitq hissəsi fərqlidir, mənası fərqlidir. Ona görə bizim eyniköklü ilə bağlı olan iki qaydamız hər ikisi ödənilmədi deyə bizim eyniköklü söz olaraq onu götürə bilməyəcəyik. Deməli, bizi hər iki şərt ödənilməlidir. Həm kök eyni məna verib eyni nitq hissəsi olmalı və həm də düzəltmə söz olmalı, yəni orada leksik şəkilçi olmalıdır. Amma dedik ki, biz eyniköklü sözlərin tərkibində qrammatik şəkilçi də ola bilər və üçüncü qaydada da bunun köklərinin mütləq eyni nitq hissəsi və eyni leksik mənalı olması qeyd olunubdur. Bəzən amonim sözlər var ki, bunlar problem yarada bilər, uşaqlarda tapmaqda çətinlik yarada bilər ki, elə gül sözündə də biz bunu gördük. Amma ayırt eləmək mümkün olur. Məsələn, biz deyə bilərik sıxlıq və sıxıntı sözünü bizə nümunə olaraq verilsəm, sıx sözü bilirik ki, həm sıxmaq mənasında feil, həm də sıx olaraq sifət olaraq belə deyək, amonim mənaları var. Biz bilməliyik ki, lıqlik, luqluq şəkilçisi adlara artırılır. Ona görə buradakı sıx sifətidir, yəni adlara artırılıbdır. Sıxıntıda isə ıntı, sıxıntı, gəzinti, qırıntı və s. kimi sözlərdə görürük ki, sıxmaqdan, qırmaqdan, gəzməkdən feili artırılıbdır. Deməli, burada sıxıntı və sıxlıq sözündə leksik şəkilçi olsa belə, kökləri eyni nitq hissəsi olmadığına, eyni mənanı vermədiyinə görə biz onları amonim, daha doğrusu eyniköklü olaraq götürə bilməyəcəyik. Eyniköklünün sadəcə bir qaydanı yadınızda saxlamalıyıq ki, kökləri eyni nitq hissəsi olmalıdır. Onun ümumilikdə eyniköklünün özü fərqli nitq hissələri ola bilər. Yəni, əsas məsələ burada gözlənilməsi gərəkən eyni nitq hissəsi olan kökləri olmalıdır, amma özləri təbii ki, fərqli ola bilər. Məsələn, döyüş və döyüşkən sözləri verilib bizə. Hər ikisinin kökü döymək feilidir. Bəli, doğrudur, bu eyniköklü sözdür, amma döyüş isimdir, döyüşkən deməli sifətdir. Burada belə bir problemli bir məsələ yoxdur. Özü bütövlükdə başqa nitq hissəsi olaraq bilər. Əsas bizə adından da göründüyü kimi eyni köklü olması lazımdır. Tamam mı? İnanıram ki, bu videodan sonra heç bir çətinliyimiz olmayacaq. Burada eyniköklünün hədəfdən olan qayda hissəsini də sizinlə paylaşıram ki, əlavə məlumat olaraq buradan da istifadə edə bilərsiniz. Burada eyniköklü sözlər və eyni sözün müxtəlif formaları verilibdir. Eyniköklü sözlərdə mütləq ki, hər birində, məsələn, evcik, evdəki, evli, evsiz sözləri, hər birində mütləq ki, bir dənə leksik şəkilçi var və kökləri eyni nitq hissəsidir. Amma evlər, evim, evimiz, evdə, evdən və s. bunlar qrammatik şəkilçi ilə yaranıbdır. Biz həm də bilirik ki, qrammatik şəkilçi sadəcə sözün formasını dəyişən şəkilçidir deyə bu eyni sözün müxtəlif formaları olacaqdır. Ümidvaram ki, videom faydalı olacaq. Faydalı oldusa bəyənməyi unutmayın.